söhbətim bu filmdən olacaq. Bu filmin üzərinə olaraq mən danışacağım. Allah Resulü savaşlarında xəta etmişdir. Həm ayətimiz var, həm də hədislərimiz var, həm də tarixdir. Yəni Allah Resulü savaşda Uhudun uduzmasını, bəli, Uhudun uduzmasının səbəbkarı Allah Resulü idi. Əstəğfurullah, mən ateist deyiləm, mən xristiyan və yahudi deyiləm, mən müsəlmanam. Quran-ı Kərimdəki olacaq ayələri sizə təqdim etmək istəyirəm və Şiə inancında və başqa inancları dağmadağın etmək istəyirəm bu ayələrlə, bu hadisələrlə. Çünki sizlər deyirsiniz ki, Peyğəmbər məhsumdur, xəta etməyib, amma biz Allah Resulünün müsəlmanların şəhid olmasının səbəbkarı olub Allah Resulü. Aydındır? Uduzmanın səbəbkarı Allah Resulü olub. Buyurun, bu filmə baxın və danışıqlarımı izləyin. Şiə inancını dağmadağın eləyəcək səhnəni verirəm sizə. Onlar nə deyirlər? Deyirlər ki, Muhammed, Allahın salamı olsun ona və onun ailəsinə xəta etməyib, amma xəta etmişdi. Tövbə surəsi 43 və Uhudda olan hadisə. Baxın və özünüz qiymət verin. Hubeyde, şu atlıları görüyor musun? Garip şekilde yer tutmuşlar. Halid'in emrinde onlar. Halit mi? Sık sık düşünmüşümdür onu. Hamza! Evet, Peygamber soruyor. Atlılara dikkat etti mi diye. ettim. Beğenmedim hallerini. Tepeye 50 okçu yerleştirdik. Ne olursa olsun oradan ayrılmayacak, atlıları yaklaştırmayacaklar. Zeyd, Hazreti Muhammed'e söyle hazırız. Tamam, zafer bizim. Kaçıyorlar. Peşlerini bırakmayalım. Gel buraya, yerinden kımıldama! Geri dönün, emri dinleyin, dönün! Yazık oldu. Adamlarımız dağıldı. Savaşı kaybettik. Henüz değil. Assalamu aleykum və rəhmətullah. Bugünkü mövzumuz Allah Resulü savaşda, bəli, Allah Resulü savaşda nəyisə doğru etməmişdi. Savaş ibadətini mükəmməl olaraq məninsiyib, həyatında o ibadəti dosdoğru olaraq yaşamamışdı. Bəli. Bunu biz demirik, bunu Qur'an deyir, bunu biz demirik, yaşadığı həyat deyir. Məsəl üçün sizə bax bir örnəklər verəcəm. Siz bir kapitansınız. Əskərlər üzərində başçısınız. Allah Resulü deyir ki, çoban sürdüyü qoyundan cavabdehdir. Çoban
sürdüyü qoyundan cavabdehdir. Əgər əskərlərin xətası varsa, açıq aydın olaraq xətası varsa, bunun səbəbkarı kimdir? Bunun səbəbkarı komutandır, komandirdir. Çünki o doğru dürüst olaraq əskər olaraq seçməmişdi ki, onun dediyi yerdə dayansın. Məsəl üçün, gəlin bu məsələyə Allahın kitabı ilə sonra olaraq bu məsələyə aydınlıq verəcəm. Quran ayəsi ilə cavab verəcəm buna. Allah Rəsulunun Uhudda deyir ki, o dağların yuxarısında bir hardasa 10-15 nəfər müsəlman dayansın. Amma biz bilirik ki, bu hadisəni biz bilirik, kinolardan görmüşük, Quran-ı Kərimdə ayələr görmüşük, tarixdən görmüşük, hədislərdə görmüşük ki, bu məsələ ixtilafı olacaq bir məsələ deyil. İttifak olunması bir məsələdir. Yəni, hamı bu məsələdə hə demişdi. Amma deyəcəyim yerdə heç kəs deməmişdi. Bunu mən deyirəm, əlbəttə ki, Allahın ayətinə dayanaraq, söykənərək, dayanaraq hamımıza bu sözü deyirəm. Deməli, Allah Rəsulü Uhudda savaşında deyir ki, dağın ətəyində ovçular dayansın. Hətta görsəz ki, bizi, hədisdə gəlir, hətta görsəz ki, bizi yeyirlər, mənəm qarğalar, qartallar bizim cəsədimizi yeyirlər, yerimizdən tərpənməyin. Allah Rəsulü o yerə itayətsiz olacaq bir insanlar qurmuşdu. Bir-iki nəfər istisna olmaqla. Uhud nəyə görə uduzuldu? Diqqət. Uhudun uduzma səbəbinin bir dənəsi də Allahın izinə Allah Rəsulü düzgün olacaq insanlar dağın ətəyinə təyin etməməklə idi. Məsəl üçün, orada olsaydı İmam Əli, orada olsaydı, belə deyək də, Şiənin sevdiyi sahabələr orada olsaydı, onlar oranı tərk etməyəcəkdilər və Uhudu udacaqdılar. Biz bilirik ki, həmənki döyüşün udma səbəbkarı, yəni kafirlər tərəfindən Xalid ibn Valid olmuşdu. Bu səhnəni sizə verəcəm inşallah. Bu səhnəni açıq-aşkar olaraq sizə göstərəcəm. Bu filmi izləyin, səhifəmə abunə olun ki, bütün sizdən gizlədilənlər Allahın ayəti ilə, Rasulullahın sünnəti ilə ortalığa çıxa bilsin. Yenə deyirəm, Allah Rasulü deyir ki, o dağın ətəyində qalsınlar, amma düzgün olacaq insanlar Allah Rasulü qoymamışdı. İtayətdən çıxan, günahkar olacaq insanları Allah Rasulü o dağın ətəyində onları qoymuşdu. Uduzmanın səbəbi Allah Rasulü oldu. Çünki orada Allaha və onun Rasuluna sadiq olacaq insanlar təyin etsəydi, Allah Rasulü bu savaşı Allah Rasulü udacaqdı. Siz deyəcəksiniz ki, sən ay elçin Allah Rasulunda xəta axtarsan. Yox, bunu mən demirəm ki, bu olaydı, bu hadisədir. Tövbə surəsinin 43-cü ayəsində Allah Subhanahu taala Rasulullahı qınayır. Bəli. Tövbə surəsinin 43-cü ayəsində Allah Rasulunu qınayır. Allah səni bağışlasın. Yalançılar sənə bəlli olmadan onlara niyə izin verdin? Diqqətə baxın. Diqqət edin, ayətə baxın. Tövbə surəsində qoyacam, oxuyarsınız inşallah. Özünüz araşdırın. Allah Rasulü cihadda günahkar olacaq insanları ora qoymuşdu. İtayətdən uzaq olacaq insanları ora qoymuşdu və onun nəticəsində Uhud uduzulmuşdu. Müslümanlar o yerdə şəhid olmuşdular. Savaşı kimlər qazanmışdı? Kafirlər qazanmışdı. Əlbəttə ki, kafirlərdən ölənlər cəhənnəmə, Müslümanlardan dünyasını dəyişənlər isə cənnətə getmişdi. Bu filmi izləyin və görün. Tamam, zafer bizim. Kaçıyorlar. Peşlerini bırakmayalım. Gel buraya, yerinden kımıldama. Geri dönün, emri dinleyin, dönün. Yazık oldu.
Adamlarımız dağıldı. Savaşı kaybettik.